Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi. Son tarixi mənbələr təbliğata qarşı. Azərbaycan Respublikası Gənclər Fondu. 2026-2025-2026 yıl. Müsahib Bayraməli Həsənov Qurbanoğlu. Bayraməlidən salam. Aleykümselam. Hoş gördük sizi. Çok sağ olun. Bayraməli müəllim, zəhmət olmasa özünüz barədə qısa bir məlumat verərdi, sizi tanıyaq. Kadın özüm vardı. Kovdular geldi çıktı. Həsənov Bayraməli. Ben özünüzü Özünüzü təqdim edin, zəhmət olmasa. Hala Özünüz haqqında deyil, qısa məlumat verin, görün kimsiniz, nə işlə məşğul Ben- olunuz? Aha. Həsənov Bayraməli Qurbanoğlu. 1939 yılda anadan ona. Yoldaşım da civaradı. Uşaqlarım var. Geçen Allah canlarını sağ eylesin. Bayraməli müəllim, siz Pəmbək kəndində doğulmusunuz, yoxsa Dərə kəndində? Pembek. Hı. Pembe kendine doğulmuşum. Dere kendine sonra göçmüş. Çünkü pembe de adı olmadı. Hı. Göçtük derede. Bayraməli müəllim, uşaqlıq illərinizi xatırlayırsınızmı? Uşaqlıq illərimdə çoğu var. Balaca uşaqdım. Xırman döyürdülər. Hı. Taxıl döyürdülər də Aha. xırman. Böyle. Xoş xatirələrdən qalıb uşaqlıq illərinizdə. Uşaqlıq illərimdən elə bir xatirə də yoxdur. Yaşamışam. İnşallah. Bayraməli müəllim, siz Basarkeçə rayonunun Dərə kəndində nə işlə məşğul idiniz? Müəllim işləyirdim. Nə müəllim işləyirdiniz? Rus dili. Rus dili müəllim. Rus dili müəllim. Neçə il işlədiniz orada Rus dili müəllim? Yadınızdadırmı? Neçə il var idi. 88-ci ilə qədər orada Rus dili müəllim işləmişsiniz. Keçənə qədər. Hə, Bayraməli müəllim, bax siz bir ziyalı insan kimi niyə məhz 88-ci ildə öz evinizi tərk elədiniz, köçdünüz? Buna səbəb nə idi? Bunu hamı bilir. Buna sebep oydu ki Ermenilerin hesabı. Ermeniler kovdu da. Nə üçün qovdular? Nə dedilər qovdular? Sizə nə dedilər evdən? Düşmandılar tabi var. Öyleydi. Düşmançılıq nə kimi elədilər? Niyə siz O birdən... kabaktan bizden kabak ol. Bizden kabak olup onu bilmir. Neçənci illərdə olub? Ne? 18-15-ci illərdə. Sizin əcdadlarınızdan, qohum əqrabanızdan, atanızdan, babanızdan o barədə nəsə eşitmişdinizmi? Yok vallahi. Onlar toz dememiş. Dəqiq heç nə deməmişdilər. Ha? Dəqiq heç nə deməmişdilər o barədə. Yok. Bəs yaxşı, siz evinizi necə tərk elədiniz? Oradan necə oldu köçdünüz? Necə tərk elədiniz oranı? Onlar tercih edici. Güya Ermenistan'da Aha. ona. Hı hı. Biz de Azerbaycanlıyız. Aha. Önce Azerbaycanlı kovdular da bize çıktık geldik. Bayraməli, o torpaqlar məhz Azərbaycanlıların torpağı idi, yoxsa ermənilərin torpağı idi? Ermeniler. Ermənilərin torpağı idi. Ermənilər torpağı. Biz kaldığımız yer Ermeniler. Ermənilərin torpağı olmaz, orada respublika olaraq eləyir. Yok. Ermənistan Respublikası yoxsa Kabaktan oğlu Azerbaycan. Aha, və məsələ orada demək olub, qabaqdan Azərbaycan torpaqları, sadəcə biz orada məskunlaşmışıq. Bayraməli, evlatlarınızın orada neçə evladınız oldu, dünyaya gəldi? Göyçədə, Basarkeçə rayon Dərə kəndində. Ne? Neçə uşağınız var idi? Şimdi 9 oldu, çöldü. 6 evladınız. 6 evladınız var. Bayraməli müəllim, oralardan heç nə xatırınızda qalmayıb. Dərə kəndindən bağlı. Hansı xətrə, o kəndlə bağlı nəsə yadınızdadırmı? Siz bir müəllim kimi. o kendinden müəllim işləyirdim. Aha, Uşaq da az idi. aha.
Yaz saatte yazdıranda orada yazdırdın. Sinirde de yokluyordu. Uşak azıydı. Çok uşak vardı. Elə sinif vardı 16 uşaq, elə sinif vardı Yox, 8 16 uşaq. Bizim sinif 16 uşaq idi. Bak. Valla. Lale Güləkçi 12. Bizdə 16 uşaq. Sonra Bari müəllim, sizin axı siz müəllim işləmisiniz. Rayonla əlaqəniz var idi Basarkeçə rayonu ilə? Yok. Heç getmirdi rayona. Ne bileyim ben. Böyle gelmişim ben. İşim yetişmiyor böyle. Rayonla benim ne işim var? Rayonla sizin işiniz yox idi. Müəllim kimi işi yox imiş. İndi gedə müəllim kimi orada. Gedirdi, nə gedir? Oradakı ermənilərlə erməni qonşularınızla münasibətiniz necə idi? Ermənli. Bir də deyim. Demək Bari müəllim, erməni qonşuları var idimi sizdən? Qonşuluq əlaqələriniz var idimi? Yok. Qonşuluq əlaqələriniz yox idi. Dostluk alakamiz var. Yerevan'a kadar dostumuz çok idi. Adam gerek tuzlanırsın. Aha. Yaxşı da dostlar idi. Allah ne öyle değil. O işi bozana. Öyle dostumuz vardı ki. Daha ne diyeyim. Heç o dostlarının hansısa adı yadınızda qalıbdı? Qaldı. Aha. Qalıbdı yadında. Kalıpsa da yavaşıyorum. Yok. Yanında qalmayıb. Bax, Basarkeçə rayon Dərə kəndinə qayıtsaz, ilk hara qayıdarsınız? Bari müəllim. Bax, kəndə qayıtsaz evinizə. Ya bax, kəndə qayıtsaz, Basarkeçə rayon Dərə kəndinə qayıtsaz, ilk hara gedərsiniz? Birinci hara gedərsiniz? Ara evime. Evinə. Evin üçün darıxmısan. Öyle de yok. Niyə? Dövüşü bizim elimizde çıkıyor. Neyine darıkacak? Əlindən çıxdığı üçün darıxırsan. Gedər təkrar orada yaşayarsanmı? Şimdi yok. Niyə məhz? Çünkü korkunuz da Stalin, Stalin olsa gider yaşardı. Stalindən qorxurdular. Yani Stalin, neçə ki Stalin var idi. Onlar itişimi korkurdular. Stalin öləndən sonra Komünist Partiyasının sizin evinizdən çıxmağında rolu var idi mi? Ben de Komünist Partiyası'nın üzüydüm. Bilirəm də, həmən o Komünist Partiyasının məmurları, vəzifəli olan şəxslərin sizin öz evinizi tərk eləməkdə rolu var idi mi? Ne bileyim, Bəs necə oldu birdən-birə durdu, siz evinizi tərk elədiniz, gəldiniz Bakıya? Ayşe, onu yermerler kovaladı. Ki bizim torpak. Biz de öyle, orada yaşayan bütün Azerbaycanlılar, Ermenistan, hepsi köçtü geldi Azerbaycan. Siz də onlarla bərabər. Evet, Sizin yadınızdadır mı neçənci ildə köçdünüz? Sözüyle. Başda 8. He? Başda 8. 88. 88-ci ildə köçdünüz də. Sonra oranı köçüb gələndən sonra siz burada Bakıda nə işlə məşğul oldunuz? Yadınızda Yox, mı? bir dəqiqə, dəqiq olaraq nə vaxt köçmüsünüz? Dəqiq olaraq dekabrın biri. Bari mən Dekabrın dəqiq biri çıxmışım. Bari müəllim, siz dəqiq olaraq Basarkeçə rayonunun Dərə kəndindən hansı ayda çıxmısınız və neçənci ildə çıxmısınız? 88. 88-ci ildə çıxmışam. Dekabrın birində çıxmışam. Dekabrın biri çıxmış. Ben valla yalnız. Yadımdan çıxır. Hələ yaxşı danışdı. Bari müəllim, təşəkkür edirəm. Hə, bu bax başqa özün nə danışa bilərsən? Danış da oradakı xatirələrdən nə danışa bilərsən? Ne danışma öyle. Nə yadında qalıb? Nə danışa bilərsən? Nə yadındadır? Bir neçə epizod danış, biz sizə qulaq asaq. Başka epizodu danış. Çox fikir elədi, fikrə qaldı. Ora qayıtmaq istəmir könlüm. Sonsuz şuraya gider.
Hə, Bayram müəllim. Yadınızda heç nə qalmıyor. Heç nə qalmıyor. Eləmi? Yok. Vay. Mən çox istəyərdim ki, qayıdaq siz bizə dərs keçəsiniz. İstəyərdiniz mi sizin qabağınız? Kayıtmağla bilirsem gerek devlete tabiyle bunu kaydası. Devlete tabiyle olmadan sonra korkulup 5 gün duracaksın orada. 6. günü Ermeniler yine başlayacak. Aha, Ona görə qorxursunuz. öyle. Bir də Sizin ailenizi, Adam kaynar getirmedim. Biraz Sözüm öğrettim ben ki. sizin ailenizi, yani sizin ailenizi, övladlarınızı kimse hücum edirdi mi o vaxtlar? ermənilər tərəfindən hücum olunubdu kəndimizə. Ermənilər daxil olubdu. Biz orada orada Bəli. yok. Pencereler yarı çıkartmışlar. Evimiz yani kapıdan sökülmüş gibi öyle kalanda kalmıştı. Sonra gelip yerleşimler. Şimdi Pencere çıkartmışlar. Bəli. Kim? Ermənilər. Niye? Ne için? Şebeseli belki çıkardı. Bizim evi çıkartmamıştı. Rayonun ermenisi gelip gelmişti. Öylece de kaldı öyle. Hiç biz değişik eylemedik. Hə, Bayram müəllim. Başqa heç nə yadında deyil orada. Başqa heç nə yadında deyil orada. hiç ne? Ay bizim iş yapardığınız adı yadında değil danıştana. Ne yapardı? Meşəyə gedirdi, sirmişsat yarmağa. Hər kartofu tökürdün, közü qalıyırdı. Ha kesip bir şeyden geri cevap diyecek. Herkes yadında deyil zirnici nətər yığırdı. Yetərlə Nabil baxı nətər yığırdı. Yani Hə. abi bu koyuyor anlıyorsun. Aha. Çorapların alt tarafında Aha. kuşburnu çoru vardı. Aha. Yaşlı kuşburnu vardı. Aha. Ben onu dikkatımda sakladım. Söylem ben de ya. Çektim ben elime attım. Yeter benden kabak. Demək, yetər səndən qoçaq çıxıb gedib o kuşburnu yiyir. Koç vardı yok. Yeter koç var. Allah rəhmət eylesin. Allah rahmet eylesin. Allah koç hakkı. Bəs siz ona görə deyirəm də o kənddə siz çaşır yığırdınız mı? Ha. Ha, və niyə onunla danışmırsan? Çaşır yığdınız, ziliş yığdınız, o yerlər, o dağ dərələri. Danalığı danıştana. Yadından çıxaraydım. Mənim öz ixtiyarına verək, görək nə danışır bizə. Yadına nə düşür, onunla danış. Yadına heç nə düşmədi. Neden? Göyçədən, basar keçər. Köşeden basa keçeden. Ne gelirdik. Kuşburnu da yığırdık. Kibarıyla zircişte yığırdık. Aha. Ha. Gelirdik. Demək orada qayıtmaq istəmirsən də, etibar eləmirsən erməni hökumətinə. Ha. Ermənistan hökumətinə etibar etmirsən. Yok. Sizi yormayaq. Çox sağ olun Bayram müəllim. Var olun. Elə bizə bu verdiyiniz məlumat, informasiya mən elə gəlir ki, Xalid bəy çox önəmlidir. Dəyərli bir ağsaqqalımızın, dəyərli el adamının. Təşəkkür edirik Bayram müəllim. Sağ ol. Var olun. Sağ olun. İcazə verirsiniz ki bu video paylaşılsın. Verirler. Ağaca. İcazə verirsiniz ki bu video paylaşılsın. Videonun paylaşmasına icazə verirsənmi? Başa düşme. Hə, başa düşmədi. Yəni icazə verir. Verir. Yəni bu video çəkirik Xalid bəy. Deyir, yəni onu bir yerə, məsələn, başqasına paylaşmağına icazə verirsənmi Kiməsə göndərilməsinə? göstərmək. Göstərir. Başını özü bilir. Haraya gönderir. Özü görürlər, haraya göndərir, göndər. Çox sağ olun. Çox sağ Çox sağ olun, olun. var olun, sağ olun.
Siz de sağ olun. Allah köməyiniz olsun. Siz de